Bölüm 3. Ikuinen Taistelu. Mən uzun illər ərzində Finlandiyanın bir çox bölgələrini dolaşmışam. Yayda və qışda, yazda və payızda bu ölkəni gəzib dolanmışam. Varlı ticarət şəhərlərində olmuşam, göllər və meşələrin əhatəsində itib batan ucqar kəndlərə gedib çıxmışam. Finlərin həyatını hər tərəfli müşahidə etmişəm. Onların gündəlik əməyini, bayramlarını, əyləncələrini görmüşəm. Musiqisini, ədəbiyyatını, rəssamlığını, teatr və memarlığını öyrənmişəm. Açığını desəm, bunların hamısı məni valeh edib. Finlandiyaya hər yeni gəlişimdə onu daha da yüksək dəyərləndirmiş, bu qaradinməz zahirən kədərli görünən işləməkdən yorulmaq bilməyən azsaylı şimallı xalqa daha çox hörmət və sevgi bəsləmişəm. Bir dəfə Helsingforsolada olanda bir elanla şəhər teatrında 4 mərtəbəli Ikuinen Taistelu, yəni əbədi mübarizə dramının tamaşaya qoyulduğunu oxumuşdum. Dramda aktyorların Adem, Həvva, Qabil, Habil, onların arvadları Lyutsiferin və onlarla şeytan rolunda oynayacaqları bildirilirdi. Tamaşa salonunda yerimi tutandan sonra keşiş moizəsinə bənzər darıxdırıcı bir hadisəyə baxmağa məhkum olduğumu başa düşdüm. Ancaq tam əksi oldu. Bu dərin fəlsəfi və yüksək dərəcədə mədəni səviyyəli bir pyeslə qarşılaşdım. Taistelu pyesinin müəllifi Linnan Koski istedadlı fin yazıcısı olmaqla yanaşı, həm də güclü və orijinal bir mütəfəkkir kimi də tanınır. O burada Qabili Bibliyada verildiyi kimi yarım vəhşi, amansız qatil, mürtəd və qardaş qatil kimi təsvir etmir. Linnan Koskinin bu əsərində Qabil özünə məxsus Prometey kimi təsvir olunur, aramsız olaraq zülmə və həyatın insana göstərdiyi təzyiqlərə qarşı etiraz səsini ucaldır. Bunlarla barışmadığını bəyan edir. Qabil həyatın bütün zərbələri qarşısında yazıqca mələyən və itaətkarcasına öz başını bıçaq altında qoyan qoyun olmağı bacarmır. Qabil özündə qüdrətli yaradıcılıq gücü hiss edir. Öz qüvvəsinə inanır və dünyadakı bütün xeyir qüvvələrlə birlikdə insanlığın və yer üzünün xoşbəxt gələcəyi uğrunda mübarizə aparmağa hazırdır. Bu vaxt yeri titrədən göy gurultusu eşidilir və sanki göylər aramsız ildırımın təsiri ilə od tutub yanır. Hamı qorxu və təlaş içində üzü qoyulu yerə sərilir. Yalnız Qabil başını dik tutub əzmlə ayaq üstə dayanır. Qabil yerə sərilən Habilə, bacılarına, hətta atası ilə anasını üst tutub onları qınayır. Cılız və yazıq soğulcanlar, siz yalnız eşələnməyi, titrəməyi və sürünməyi bacarırsınız. Özünüz qorxunun övladı olduğunuz üçün siz dini də əbədi qorxu, əbədi titrəmə, əbədi şikayət və inilti, əbədi dilənçilik kimi anlayırsınız. Əgər siz həqiqətən də ruhunuza görə Yaradanın övladları olsaydınız, öz həyatınızı özünüz qurardınız, artardınız, yüksələrdiniz, yoxsa üzü qoyulu düşməz, başınızı torpağa əyməzdiniz. Burada öz doğmaları tərəfindən anlaşılmayan, onların qorxutduğu və dəhşət içində olan Qabil tək başına əzab çəkir, sarsıntılara düşür, özünün şübhələri və onu uğursuzluğa düçar edən uğursuzluqları ilə döyüşə qalxır. Ailəsinin cənnətdən məhrum olmuş başqa üzvləri keçmişin xoşbəxt günlərini ah-nalə ilə andığı bir vaxtda Qabil işıqlı gələcək necə çatmalı olduğu barədə dərin düşüncələr içərisindədir. Odu əldə edir və bu tapıntı onu uşaq kimi sevindirir. Odu tərənnüm etməyə başlayan Qabil deyir: "Mən artıq yalqız deyiləm. İndi sən yenilməz gücünlə mənimlə birlikdəsən.
Sən bizim qaranlığa qərq olduğumuz gecəni işıqlandıracaqsan, bizi soyuqdan qoruyacaqsan, daşları, qayaları əritməyimizə yardımçı olacaqsan. Beləliklə Qabil gələcəklə bağlı xəyallara dalır, arzular qurur, gözləri qarşısında mədəniyyətin təntənəli mənzərəsi canlanır. O vüqarlı, möhkəm, güclü və yenilməzdir. Hər şeyə hazırdır. Təbiətin bütün qüdrətinə meydan oxuyur. Həyatı əbədi və mədəni mübarizə kimi qəbul edir. Yalnız bu cür anlayır onu. O bu mübarizəsində həm təbiətin kobud gücləri, həm də özündəki kobud cəhətlərlə savaşmalı olduğunu qət edir. Allahın və dinin qorxu, yaradan güc və köləcəsinə itayət, yoxsa işıqlı əməllərin yaradıcısı kimi qəbul olunması mövzusunda gedən çox ehtiraslı və qızğın mübahisələrin birində qızışan davada özünü ələ ala bilməyən Qabil qardaşını öldürür. Bu qətildən dəhşətli dərəcədə sarsılır. Ancaq bu qətil ona istər daxili, istərsə də zahiri mədəni mübarizənin müxtəlif labüd təzahürlərinin mövcudluğunu göstərir. Bu mübarizə əbədidir. Mədəniyyət işığının, mədəniyyətsizlik qaranlığının daxili və zahiri minlərlə yuvalarına qarşı əbədi bir mübarizəsi qaçılmazdır. Yunano Koskinin Ikuinin Daistil əsərində yaratdığı Qabil obrazını bədii cəhətdən dəyərləndirmək fikrim yoxdur. İndi buna ehtiyac da duyulmur. Qabili bütün insani mədəniyyətin və onun mədəni mübarizəsinin banisi hesab etməyin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaqda bu məqamda bizim üçün arxa plandadır. Burada ən başlıcası pyesin, Qabilin və ya hansısa bir tarixi yaxud uydurma şəxsin vasitəsilə ifadə olunan əsas ideyasıdır. Bu ideyaya görə insan heç vaxt, heç nəyin və heç kimin qarşısında yıxılmamalı, sürünməməlidir. Bu ideya həm də insanın gerçək həyatının arası kəsilməz mədəni yaradıcılıq, özündə və xarici aləmdə mövcud olan kobud güclərlə əbədi mübarizə olduğunu aşılayır. Əbədi mübarizə pyesinə həmçinin Yohan Linankoskinin buradakı qəhrəmanı Qabilə xas olan əsas düşüncə, Finlərin həyatını və məişət şəraitini izləyəndə sizin üçün daha aydın olacaq. Linankoski öz pyesində məhz Finlandiyanın ruhunu əks etdirir. Bu ruh inadla işıqlı gələcəyə yönələcək hər bir şura üçün, mədəniyyətin bu ölkədə hər bir verst irəliləyişi üçün amansız mübarizə aparmaqdadır. Çılpaq qranit qayalıqların əhatələndiyi dəniz sahilində yerləşən kiçik və sadə Fin şəhəri Aboda yeni incəsənət muzeyi ucalır. Memarlıq baxımından gözəlliyi ilə seçilən bu bina istər içində, istərsə də çölündə hər bir daşı, burma pillələri, pəncərə silsiləsi ilə diqqət çəkir və göz oxşayır. Muzeydə yalnız Fin sənətkarlarının əsərləri toplanıb. Onların sayı azdır, ancaq bu əsərlərin bədii dəyəri Fin incəsənətinin danılmaz ləyaqətini tanıtmaq gücündədir. İstər rəssamlıq, istərsə də heykəltaraşlıq nümunələri Finlandiyalı sənətkarların yüksək zahiri texnikası, dərin daxili yaradıcılıq istedadından sonra verir. Buradakı heykəltaraşlıq nümunələri içində cənab Viksterminin Finlandiya adlı heykəli xüsusilə seçilir. Heykəldə adi bir obraz, gənc, güclü, dolğun bədənli Fin qadın təsvir olunub, ancaq heykəltaraşın adı çəkilən əsərində bu tipli heykəllərdə çox az rast gələn daxili məna və duyğular öz əksini tapır. Finlandiya heykəli nə isə çox vacib, böyük və uzaq bir şey barədə dərindən dərin və çox ciddi düşüncələrə dalmış bir təsir bağışlayır.
Heykəlin sol əli yanına sallanıb, o biri əli sıx saçlarının arasındadır və sanki düşüncələrinin ağırlığından köksünə enmək istəyən başından dayaq olub onu dik saxlamağa çalışır. Finlandiyanın üzündən kədər, qüssə yağmır. Sanki artıq keçmişdə qalmış bir dərdin kölgəsi sezilir. Cənab Wickstermanın Finlandiya heykəlinin simasında ötüb keçmiş əzabların incə, çox çətinliklə duyulan bir ifadəsi sezilir. Bu indi xoşbəxt və güclü, gələcəyinə əmin, ancaq erkən gəncliyində çox ağır, ağrılı və qorxulu günlər yaşamış bir qadının simasıdır. Həmin indi unudulsa da, bir vaxtlar yaşanıb ölkənin ruhunu yandırıb yaxmış əzablı günlər ölkə sakinlərinin simasında öz izlərini buraxıb. Fin rəssamları Edilfeldt, Gebhard, Enkel, Westerholm, Halonen və başqaları bütün finlər kimi özlərinin kiçik, yoxsul ölkəsini sevən bu yaradıcı insanlar incə bir məhəbbətlə fin təbiətinin gözəlliklərini təsvir etməyə çalışsalar da, onların bu iti rəssam baxışlarının məhsulu olan rəsmlər oxucunun diqqətini özünə bağlayan peyzajlar yaratmaq gücündə deyil. Finlandiyanın təbiətində qüssəli kimsəsizlik, kədərli yalqızlıq doğuran lövhələr çox olsa da, onların arasında özünün kəskin gözə çarpan böyüklüyü və parlaqlığı ilə tamaşaçını məst edən nümunələr tapmaq mümkün deyil. Mamırla örtülmüş daşlar, qranit qayalar, küknar və şam ağacları, donuq və cansıxıcı bataqlıqlar, solğun yaşıl rəngli, göyün altında boz yaşıl rəngi çalan uzaq göllər. Finlandiyada haraya gedirsinizsə gedin, təbiətin bu yalçın qayalıqlar və meşəliklərdən ibarət olan görkəmi ilə qarşılaşacaqsınız. Hara baxırsan, nəhəng qaya parçaları, qənd kimi parıldayan qranit gözə dəyir. Yol boyunca sobada yandırmaq üçün hazırlanmış odun qalıqları, ağacların budanmış gövdə və taxta şəklinə salınmış oduncaq topaları uzanır. Sahillərdə qatranla dolu minlərlə çəllək gözə çarpır. Ölkə yoxsuldur. Burada hər şeyə qıtır. Ancaq əhalinin əməyə qatlaşmaqda göstərdiyi inadkarlığı, enerjisi və öz yoxsul torpağına olan sevgisi hədsizdir. Helsingforsdakı Ateneum deyilən Finlandiyanın Mərkəzi İncəsənət Muzeyində siz Ehrenfeldin, Halonnenin, Blomstedin, Risannenin bir sıra rəsm əsərləri ilə qarşılaşacaqsınız. Bu rəsmlər finlərin hansı güc, zəhmət və məhrumiyyətlərə dözərək öz ölkələrində yaşadıklarını sizə əyani şəkildə göstərəcək. Bir sıra kətan üzərində təxminən eyni bir mənzərə təsvir. Kəndlər ailəliklə torpağı əkin üçün təmizləyirlər. Ağacları qırıb yerə tökürlər. Kötükləri qazıyıb yandırırlar. Torpaqdan iri daşları qazıb çıxarırlar. Çılpaq qranit qayalıqlara münbit torpaq daşıyıb tökürlər. Buradakı hər torpaq parçası bütöv bir nəslin ağır zəhməti bahasına əkin sahəsinə çevrilirdi. Sanki təbiət insanı bu bataqlıqlar, göllər və çılpaq qayalıqlarla dolu əraziyə atmaqla onu ələ salmaq istəmişdi. Ancaq hər şey tərsinə olmuş, İnsan təbiəti ələ salmış, onunla savaşa qalxıb təbiətə qalib gəlmişdi. Finlandiya şəhərlərinin çoxunda küçədə gəzərkən ayağınızın altında dərinliklərdən baş qaldıran iri qranit layları görə bilərsiniz. İnsan ağlının gücü ilə əl gəzdirilmiş bu daş yığınlarından əmələ gələn silsilə bütöv məhəllələri bürüyür. Hersogovinanın çılpaq qayalıqlarını görən hər bir adam finlərin qatlaşdığı ağır zəhməti düzgün təsəvvür edə bilər. Bizim Rusiyada Novgorod və Pskov quberniyalarında da belə bir iri daş parçası yığınlarına rast gəlinir. Yerli əhali bunlara şeytan qənddanı deyilir. Finlandiyada bu şeytan qənddanlarını bağlara və parklara çeviriblər.
Çılpaq daşların üzərinə münbit torpaq töküb ağac əkib çiçəkləkləri salıblar. Sanki Ikuine'nin Testelo piyesinin müəllifi Linan Koski əsəri ilə belə demək istəyir. Qabili mənə verin. Mən öz ilhamımla ondan mədəniyyətin əbədi başlanğıcını qoyan, qorxmaz və əzimli bir döyüşçü yaradım. Fillər isə özlərini yüzillikləri əhatə edən inadkar zəhməti ilə demək istəmişlər. Bizim bəxtimizə bataqlıqlar və qayalıqların arasında yaşamaq düşdü. Lakin öz əməyimizlə buranı mədəni bir ölkəyə çevirdik. Bütün bunları isə sayı 3 milyona çatan kiçik bir xalq qrupu yaradıb. Onun 2 milyon 300 min Find, 400 mini İsveçlidir. Suomi ilə tanış olduqca ona həsəd aparmaq mümkündür. Ölkədə hər şey kiçikdir, şəhərlər kiçikdir, ölkənin təbii sərvətləri çox azdır, lakin böyük abadlıqla rastlaşırsan. Bizdə özünü göstərən Slavyan qarşılığı, dağıntılığı, nizamsızlığı, səliqəsizliyi, başı pozukluğu burada heç bir sahədə gözə dəymir. Peterburqdan 3 saat yarımlıq məsafədə olan Vuborgdan başlayaraq artıq özünü büsbütün ayrı bir ölkədə hiss etməyə başlayırsan. Vuborg, Kuopio, Olyaborg, Vasa və Tavaskutsk kimi şəhərlər sanki hamısı birlikdə yaxşı bir geniş ovuca yerləşəcək kimi görünür. Ancaq onlar hamısı elə bir gözəl bir oyuncaq kimidir. Sanki bütün bu yaraşıqlı evlər tamaşa edilməsi üçün kartona yapışdırılıb. Küçələr geniş təmizdir, yaxşı döşənib. Həyətlərdə səliqə sahman hökm sürür. Evlərdə hər cür rahatlıq və şərait var. Qonaq evlərində, poçt stansiyalarında dayananda qüsursuz təmizlik, təzə yemək, bütün rahatlıqlar və hər yerdə gözə çarpan ucuzluqla qarşılaşırsan. Bütün bunlarla yanaşı istənilən xarici qonağı heyrətləndirən vicdanlı münasibət xüsusi qeyd edilməlidir. Vağzalın və onun yerləşdiyi meydanın zahiri görkəmi özünün sadəliklə yoğrulmuş gözəlliyinə insanı heyrətləndirir. İncəsənətlə bağlı heç bir cizgiyə malik olmayan, ancaq eyni zamanda cansıxıcı qutu görkəmi bağışlamayan bir tikili. İçəridə hər şey poçt, teleqraf, saxlanma kameraları və bilet kassaları əl altındadır. Helsinkidəki Dəmir vağzalının binası 1914 Memar Eliel Sarienin. Ölkənin paytaxtı Helsingforsla bağlı isə deyəcəyini kəstirə bilmirsiniz. Biz Slavyanlar üçün bu şəhər əyani tədris mövzusu rolunu oynaya bilər. Dəbdəbədən, pulu sağa-sola xəsəbələməkdən, nə isə gözə soxmaqdan əsər əlamət belə yoxdur. Əvəzində hər addımda evdarlıq, işgüzarlıq, gözəllik və təmizlik göz oxşayır. Bu cəhətlər yeni tikilmiş vağzaldan başlayaraq qabarıq şəkildə gözə çarpır. Vağzal şəhərin mərkəzindəki baş meydanda yerləşir. Onunla yanaşı Milli Fin Teatrının, Milli İncəsənət Muzeyinin yerləşdiyi Atiniumun İncəsənət Məktəbinin və Xalq Seyminin yaraşıqlı binaları yerləşir. Vağzalın və onun yerləşdiyi meydanın zahiri görkəmi özünün sadəliklə yoğrulmuş gözəlliyi ilə insanı heyrətləndirir. İncəsənətlə bağlı heç bir cizgiyə malik olmayan, ancaq eyni zamanda cansıxıcı qutu görkəmi bağışlamayan bir tikili içəridə hər şey poçt, teleqraf, saxlanma kameraları və bilet kassaları əl altındadır. Milli Fin Teatrının binası yeni Fin memarlığının yaradıcılıq incilərindəndir. Finlandiyanın şəhərləri indi öz yeni tikilmiş binalarının memarlığı ilə öyünə bilər. Yeni yaşayış binaları, banklar, muzeylər, məbədlər, hətta fabriklər və yanğın söndürmə idarələri də hər birini incəsənət əsəri demək olacaq şəkildə tikilir. Bu baxımdan şişirtmədən və tamamilə ciddi şəkildə Finlərin bugün orta əsrlərin Florensiyalıların xatırladıqlarını söyləmək olar. Siz təkcə Florensiyada, hətta ən ucqar küçədə belə köhnə bir binanın fasadında bir saat dayanıb heyranlıqla seyr edəcəyiniz bir gözəlliklə qarşılaşa bilərsiniz.
Finlərin tikdiyi bütün binalar belədir. Milli Fin Teatrının binası yeni Fin memarlığının yaradıcılıq incilərindəndir. Finlandiyanın şəhərləri indi öz yeni tikilmiş binalarının memarlığı ilə öyünə bilər. Helsinkidəki Dövlət Teatr 1902 memarı Onni Taryenni. Darıxdırıcı və yeknəsəng daşların, bataqlıq və meşələrin arasında yaşayan bu xalqın gözəllik duyğusu haradan qaynaqlandığından asılı olmayaraq dayanmadan artmaqda və möhkəmlənməkdədir. Helsingforsun və Abonun incəsənət muzeyləri ən ciddi diqqətə layiqdir. Eksponatların sayı çox olmasa da, hamısı yüksək dəyəri və bədii gözəlliyi ilə seçilir. Rəssamlıq əsərləri yaxşıdır. Heykəltaraşlıq daha yaxşı, memarlıq isə ən yüksək səviyyədədir. Finlandiyalı bütün şimallılar kimi adətən öz işinə, evinə, diyarlarına xüsusi diqqət yetirməklə başlayır, sonra isə evin daxilində qayda yaratmağa keçirlər. Helsingforsda bir Bolqa yazıçısı ilə gəzişirdik. O, Fin teatrının binası qarşısında dayandı və uzun müddət onun gözəlliyinə heyranlıqla tamaşa etdi. Binaya yaxınlaşıb ona hər tərəfindən baxandan sonra qeyri-iradi həsəd duyulan səslə dedi: "Bəli, bunu başa düşürəm. Bu tikilinin öz siması var. İndi ona baxmaq çox gözəldir. Aldığın zövq sonradan heç vaxt unudulmayacaq. Yoxsa bizim Sofiyada güya xalq teatr tikiblər. Buradakından da qat-qat artıq pul xərcləyiblər. Bina isə böyük sandığa bənzəyir." Teatr yeganə nümunə deyil. Finlər istəsələr ölkədə sayı durmadan artan yüksək səviyyəli memarlıq abidələrinin böyük albomunu yarada bilərlər. Misal üçün, Abodakı İncəsənət Muzeyi, Tammerforsdakı Protestant kilsə buna örnək ola bilər. Gözlərini ayıra bilmirsən. Bina yalnız bütövlükdə gözəl deyil. Ayrıca götürülmüş hər bir hissəsi özlüyündə bir gözəllik örnəyidir. Hər bir pəncərə, qapı, qüllə, kanov, künc, qabarıq hissə özünün xüsusi gözəlliyi ilə seçilir. Görünür burada hər bir daş öz yerinə fəhlə tərəfindən deyil, böyük bir sənətkarın əli ilə yerləşdirilib. Abo şəhərində təpənin üzərində yerləşən muzeyə pilləkənlə qalxmalı olursan. Tammerforsdakı məbədin künclərində kiçik hasarlar ucaldılıb. Daş hasarı pillələri və hündürlüyü 1.5-2 arşın olan pilləkən məhəccərin tikmək üçün ayrı-ayrı daş parçalarından istifadə olunub. Ancaq bu daş parçaları olduqca böyük ustalıqla hörülmüş, üzəri çox gözəl üzlüklə örtülmüşdür. Hasar az qala qarış-qarış rəsmlərdə və fotolarda əbədiləşdirilmək istəyir. Muzeyin içində yüksək incəsənət nümunələrinin daha böyük gözəlliyi, bədii sadəliyin füsunkarlığı ilə qarşılaşırsan. Taxta pilləkənlərin hər bir pilləsi, divarlara çəkilmiş üzlüklər, pilləkənlərin məhəccərlərinə bərkidilmiş saxsı qablardakı incə bitkilər, bir sözlə hər şey ayrılıqda və bütövlükdə götürüldükdə olduqca gözəl görünür. Bütün bunların təbii sərvətləri çox qut olan bir ölkədə yaranıb artdığını qətiyyən unutmayın. Finlandiyanın özündə bütövlükdə və ayrı-ayrı şəxslərdə böyük sərvət yoxdur. Habelə əhalinin sayının 3 milyondan az olduğunu nəzərə alarsak, içərisindən istedadların seçilməsi üçün böyük kütləyə də malik deyil. Bütün bunlara baxmayaraq bu ölkəyə bütövlükdə həsəd aparıcı bir abadlıq abidəsi kimi baxmaq olar. Bütün bunların sirri nədədir? Yerli halinin xüsusi bacarıqlı olmasındamı? Ancaq ən qızğın Fin vətənpərvəri belə bu cür sözü dilinə gətirməz. Slavyanlar istər vətənpərvərlikdə, istərsə də əməksevərlikdə Finlərdən, eləcə də dünyanın başqa heç bir xalqından geri qalmır. Buradakı fərqliliyin sirri başqadır. Əmək əməkdən fərqlənir. Kobud əmək, kəlin və yük atının əməyi, üzgün bir yabının əməyi var. Bir də şüurlu biliyə əsaslanan əmək var. Sonuncu əmək biliyə arxalandığından 10, 100 və 1000 dəfə güclü sayılır.
Bundan başqa qandallı, təhkimli, özü də iradəsi altında olmayan başqasının ağlına görə özgəsinin əli altında çəkilən əmək var. Əzilənlərin əməyi, bir də gümrah, fərəhli əmək var. Azad, müstəqil əmək, canlı, yaradıcı əmək. İnsanı qartal qanadları kimi yüksəklərə qaldıran əmək. Burada Finlandiyanın Rusiyaya birləşdiyi gündən başlamış, indiyə kimi Finlərlə bizim əməyimiz arasında böyük fərq olduğunu görmək mümkündür. Finlandiyanın bərəkətsiz, daşlı və çox az sahəni əhatə edən əkin sahələri ölkə əhalisinin taxıla olan tələbatını heç vaxt ödəyə bilməyib. Finlandiya neçə yüz illərdir alınan taxılın hesabına yaşayır və bugün ölkənin idxal məhsulunun təqribən 1/3-ni taxıl təşkil edir. Ancaq buna baxmayaraq Finlandiyada heç vaxt acılıq və yoxsulluq olmayıb. Yalnız ayrı-ayrı faktlara göz yetirməli olsaq, misal üçün Finlandiyanın Dalmasiya adlanan ərazisində bir universitet, bir politexnikum, 51 gimnaziya, 23 real məktəb, 8 müəllim seminariyası, 7 dənizçilik məktəbi, 9 kommersiya, 10 texniki, 24 kənd təsərrüfatı, çoxsaylı qadın seminariyaları və başqa məktəblər yerləşir. Bu məktəbləri öz gözlərinizlə görüb, onların bütün ölkə boyunca necə səpələndiyini izləyəndə təəssüratınız daha da güclənir. Yoxsul balıqçı daxmaları qoca baba balıqçı torlarını hörür, təmir edir. Onun 7 yaşlı nəvəsi sözləri çətinliklə hecalaya babası üçün kitab oxuyur. Evdə ikisidir və hər biri kitabla ünsiyyət qurmağa çalışır. Aksel Gallen, Kalella ilk dərs 1989, Mərkəzə İncəsənət Arxivi Helsinki. Məktəblər yalnız özünün zahiri görünüşü ilə seçilmir. Burada təmizlik və gigiyena şərtlərinə tam əməl olunur. Sinif otaqları geniş və uca tavanlıdır. Böyük işıqlı pəncərələri var, məktəb dəhlizləri genişdir. Gözəl havalandırma sistemi mövcuddur. Otaqlar sadə və rahat mebellə təmin olunub. Təmiz və geniş həyətlərdə müxtəlif idman oyunları üçün şərait yaradılmaqla yanaşı, binanın içərisində də gimnastika zalları var. Finlandiyanın hər yerində belədir. Vuborg şəhərində Rus, İsveç və Fin dillərində qadın gimnaziyası, Rus və İsveç dilində realni məktəb, İsveç və Fin dilində lisey və ibtidai liseylər, gənclərin birlikdə sağlamlanması üçün Fin məktəbi, Rus və Fin xalq məktəbləri, navigasiya, kommersiya, yüksək sənətlər məktəbi, qadınlar üçün əlavə savad artırma kursları, sənət öyrədən bir İsveç, 2 Fin hazırlıq kursu fəaliyyət göstərir. 15.000 əhalisi olan Kuopio'da seminariya, lisey, texniki məktəb, lalkarlar və körlər üçün məktəblər, sənaye məktəbi, qadın gimnaziyası, ticarət məktəbi, bir neçə xalq məktəbi, oğlan və qızların birlikdə oxuduğu 10 illik İsveç 7-lik Fin məktəbləri var. Tavaskutsada 6000-ə yaxın əhali yaşayır. Görünüşcə bura ucqar və sakit əyalət şəhəridir. Saata baxdım, bu şəhərin eninin 7, uzunun 8 deyə keçib getmək mümkündür. Bütün şəhərdə bir qonaq evi və bir restoran var. Restoran teatr adlanır və onun böyük salonunda bəzən teatr tamaşaları oynadılır. Əvəzində burada 8 illik kişi gimnaziyası, müəllimlər seminariyası, toxuculuq üzrə ali məktəb, 2 qadın gimnaziyası, 2 ali xalq məktəbi, ibtidai məktəb, fəhlələr üçün bazar günü məktəbi, Azad Kilsə adlı bazar günü məktəbi, İslah hazırlıq və dustaqxana məktəbləri, habelə müxtəlif rus dilli məktəblər fəaliyyət göstərir. Bizdə Rusiyada bu cür məktəblərlə zəngin 6 millik şəhərcik axtarın. Görün tapa bilirsinizmi? Abo şəhərinin 1.150.000 manatlıq qazancının təqribən 200.000 manatı məktəblərin xərcləri üçün ayrılıb. Məktəblərin təchizatına isə söz ola bilməz. Gənclik illərimdə mən bir çox Peterburg gimnaziyasında dərs demişəm. Otaqlar darskal, sinif otaqları ağzına dək dolu olurdu. Saat 12-dən sonra bu sinif otaqlarında nəfəs almaq olmurdu.
Hava nəfəs sıxlığından dözülməz dərəcədə ağırlaşırdı. Şagirdlər diqqətini dərsə verə bilmirdilər. Onların diqqəti kütləşirdi. Müəllimlər əzab çəkirdilər. Məktəblilər tez-tez bir dəqiqəlik bayıra çıxmaq üçün icazə istəyirdilər. Özü də bütün bunlar paytaxtda baş verirdi. Vuborq və Tavaskgusdakı liseylər, Helsingforsdakı qadın gimnaziyaları xarici görünüşünə görə kiçik saraylara bənzəyir. Məktəb binaları və onların yaxınlığındakı yoxsul balıqçı daxmaları, qoca baba balıqçı torlarını hörür, təmir edir. Onun 7 yaşlı nəvəsi sözləri çətinliklə hecalaya babası üçün kitab oxuyur. Evdə ikisidir və hər bir kitabla ünsiyyət qurmağa çalışır. Müxtəlif tipli bu cür məktəblər Fin şəhərlərinin bəzəyinə çevrilib. Misal üçün, Abo şəhərində şəhərin qırağındakı hündür təpə üzərində kanalın qırağından qəsr və qüllə şəkilli evlər ucalır. Bu dənizçilik məktəbinin binasıdır. Şəhərin başqa bir tərəfində gözəl muzey binasına sarı geçsəniz, işıq saçan böyük bir mülk görəcəksiniz. Buranın hansısa incə zövqlüvarlı adamın sarayı olduğunu düşünə bilərsiniz. Lakin bu sadəcə ticarət məktəbinin binasıdır. Vuborqda məktəblər bir yerə toplanıb və hündür tavanlı geniş pəncərəli zallarına iki tərəfdən işıq düşən bu binalar şəhərin xüsusi bir məhəlləsini təşkil edir. Məktəblərdə məşğələlər xüsusi qayda üzrə keçirilir. Dərslər səhər çağı saat 8-dən 10-a və günorta yeməyindən sonra saat 2-dən 4-ə olmaqla 2 saatlıq müddətlərə bölünüb. Buna görə də şagirdlər uzun müddət havasız şəraitdə bir yerdə oturmaqdan yorulmur. Sinif otaqlarının havası həmişə təzələnir. Qışda Fin gəncləri sərbəst vaxtlarında saatlarla buz üzərində sürüşür, qar üzərində xüsusi ayaqqabılarla gəzirlər. Yayda isə güləşir, üzür, topla oynayır, qaçışla məşğul olurlar. Köksləri genişlənir, əzələləri, ciyərləri, əl-ayaqları inkişaf edir, dözümlülük qazanır, sağlamlıqlarını bərkidirlər. Erkən yazda küçədə ayaqyalın gəzən çoxlu oğlan uşaqları görə bilərsiniz. Əyinlərindəki yaxşı paltarlara baxanda yoxsulluğa görə ayaqyalın gəzmədikləri aydın olur. Şagirdlərə tamaşa etmək bir insana zövq verir. Bizim bu yaşda olan bu uşaqlar özünü göstərən sısqalı, qısa boyluluq və solğun bənizlikdən bu uşaqlarda əsər əlamət görünmür. Buranın uşaqlar ağ göbələklər kimi möhkəm bədənli böyüyür və başqa bir bənzətməyə üst tutsaq, onlar ən yaxşı xəmirdən yoğrulurlar. Məktəb bizim başlıca sərvətimizdir. Finlər bununla bağlı söz düşəndə belə deyirlər. Bizdə sizin Rusiyadakı kimi Uralın zəngin filizləri, Sibirin qızılı ehtiyatları, təbii sərvətləri yoxdur. Təbiət öz hədiyyələrini bizdən əsirgəyib. Ona görə də öz enerjimizə arxalanmalı oluruq. Vətəndaşlarımızdan fayda vermələrini tələb edirik. İngilis zavodlarında poladı döyüb bərkitdikləri kimi, biz də öz gənclərimizi məktəblərdə möhkəmlədib həyata hazırlayırıq. Məktəblərimizin köməyi ilə bataqlıqlar və çılpaq daşlıqlar arasında özümüzə yaratdığımız abadlıq və firavanlıqla Rusiyanın başqa yerlərində rastlaşa bilməzsiniz. Məktəblərimizi əlimizdən alın, biz məhv olacağıq. Acıtmasız xəmir kimi daşıb yerə dağılacağıq. Təhsilin ölkədə belə geniş yayılması nəticəsində əhali oxumağa alışmış, qəzet və kitaba bağlanmışdır. Abo şəhərindəki muzeydə Aksel Gallerin çəkdiyi gözəl bir rəsm nümayiş olunur. Rəsmdə yoxsul balıqçı koması təsvir edilib. Çılpaq divarlar, divar boyunca düzülmüş taxta oturacaqlar, taxta masa. Döşəmədə köhnə balıqçı torları var. Tavandakı asılqandan çörək əvəzinə quru suxarı topası asılıb. Qoca baba köhnə torları yamayıb təmir edir. Onun yaxınlığındakı oturacaqda tumançaq, bir köynəkdə oturmuş 7 yaşlı qız nəvəsi sözləri çətinliklə hecalayaraq babası üçün kitab oxuyur. Ölkədə qəzetlərdə məktəblər kimi çox sıx yayılıb. Hər şəhərin öz qəzeti çıxır.
18 min əhalisi olan Voborgda ikisi fin, ikisi İsveç dilində olmaqla 4 qəzet buraxılır. Kəndlərdə demək olar hər ailə qəzetlərə abunəçidir. Mənə belə bir əhvalat danışdılar. Bir kənddə 2 gecə qondu var. Ancaq buranın adətincə hər ikisi çox təmizdir. Onların birində hər iki ayağını itirmiş bir qoca yaşayır. İkinci evdə gözləri görməyən qoca qarı ilə 10 yaşlı nəvəsi qalır. Bu yoxsul və şikəst qocalar şərik olub ikisi bir qəzetə abunə olublar. Nəvə hər gün poçta gedib qəzeti götürür, kör nənəsinin əlindən tutub ayaqsız qocanın evinə gətirir və onlar üçün qəzeti başdan ayağa kimi oxuyur. Buna görə də burada xalqın ən aşağı təbəqələrindən belə düşüncələr dərin yuxuya dalıb qalmır. Çırpı kimi quruyub çürümür. Burada insanlar özlərinin şikəstlikləri və kimsəsizlikləri ilə barışmırlar. Eləcə də özgə fikirlərin təsiri ilə nə olacaqsa olacaq deyə ümidsizlik içində ömür sürməyi qəbul etmirlər. Meşədə təzə və yaşıl otlar yoxsa, hamı quru otdan istifadə etməli olur. Ölkə yaşayır. Yuxarıda başlamış aşağıda təbəqələrə kimi həyat qaynayır. Bu, yaxınlardakı aşbaz işləyən Mnina Sanpayaya təhsilini artırması sayəsində artıq qəzetlərə məqalə yazır. Güclü qadın hərəkatı yaradır. Böyük vüsətlə ortaya ictimai problemləri qoyur, diyarın siyasi həyatında görkəmli rol oynayır, ölkə parlamentinə deputat seçilir. Finlandiyadakı seçkilərdə yalnız əhalinin kişilərdən ibarət hissəsi iştirak etmir. Seçkilərdə qadınlar da iştirak edir və xalq seyminə nümayəndələr seçirlər. Tammerforsdakı kilsə, memar Lars Song 1907. Tammerforsdakı protestant kilsəsi. Gözlərini ayıra bilmərsən. Bina yalnız bütövlükdə gözəl deyil. Ayrıca götürülmüş hər bir hissəsi özlüyündə gözəllik örnəyidir. Onların qanunverici orqanlarında iştirakı isə adətən kişi deputatların nəzərə almaq istəmədiyi və göz yumduğu problemlərin ön plana çıxıb öz həllini tapmasına gətirib çıxarır. Qanunverici orqanlarda ailə, nikah, qadınların vəziyyəti ilə bağlı problemlərə baxılır. Bütün Avropada, yalnız Finlandiyada qadınların Oliver predmetinə çevrilməsi qadağan edilib. Ölkədə bir dənə də olsun qanuni fəaliyyət göstərən xana yoxdur. Xalqın içkiyə qurşanmasına qarşı kəskin tədbirlərə əl atılır. Finlər öz təbiətlərinə görə içkiyə meyil edirlər. Ancaq bu meyilliyin başlı başına buraxılmasına da yol verilmir. Finlandiyada xəzinəni araq satışı ilə doldurmağa çalışmırlar. Əksinə, arağı xalqın gözündən uzaq, onu şirinlikdirə bilməyəcək bir sandıqda qıfıl altında gizlətməyə çalışırlar. Finlandiyanın hər yerində arağı yalnız böyük tutumlu qablarda almaq mümkündür. 3 litr yarımlıq bu araq butulkalarının qiyməti 5 markadır. Bu bahalıqda araq butulkasını almaq hamıya müəssər olan deyil. Bu azmış kimi, ötən il Finlandiya Seymi spirtli içkilərin, hətta pivənin belə satışının bütün ölkədə qadağan edilməsi barədə qanun layihəsi hazırlayıb. Qanun hələlik öz təsdiqini gözləməkdədir. Fin xalqının iqtisadi, siyasi, ictimai və intellektual həyatı bu cür çox gözəl şəkildə qurulub. Finlandiya və ya Finlərin öz vətənlərini adlandırdıqları kimi Suomi əhalisinin dürüstlüyü isə ayrıca söhbətin mövzusudur. Finlandiyada Suomi'də olmayan adam Finlərin dürüstlüyünə çətin inanar və anlamaz. Buna bənzər hallarla Finlandiyadan başqa heç bir yerdə rast gəlmək mümkün deyil. Həm də bütün bunlar əslində gənc ölkə sayıla biləcək Finlandiyada son 70-ci, 80-90-cı illərin inadlı səylərinin nəticəsində əldə edilib. Onların mədəniyyətincə belə yüksəlməsi bütün xalqın birgə əməyinin məhsuludur.